Məşhur təvəssül ayəsində vəsilə nə deməkdir? Ümumiyyətlə, Allaha vəsilə axtarışında olmaq nədir? Həzrət Əli əleyhissalam təvəssül məsələsini necə izah etmişdir? Bugün biz bu məşhur Maidə surəsinin 35-ci ayəsi, yəni təvəssül ayəsi kimi tanınan ayənin izahlarına baxdıqda görərik ki, insanlar arasında bu fərqli formalarda izah edilir. Məsələn, bəzisi deyir ki, təvəssüldən məqsəd imandır. Bəziləri deyir ki, sən kimsən Allaha birbaşa müraciət edəsən. Allah deyir ki, mənim qabağıma vəsilə ilə gəl. Bəziləri elə düşünürlər ki, təvəssül deyərkən Allahı kiminsə haqqına and verməkdir. Bəziləri belə düşünür ki, təvəssül deyərkən o deməkdir ki, sən məsələn hansısa idarəyə gedəndə müdirlə birbaşa kontakta girə bilmirsən. Daha aşağı ranqlı məmurlara deyirsən ki, sən Allah gör nə edirsən də bir müdirə gedib çıxım. Yəni ki, təvəssül deyilərkən bu nəzərdə tutulur. Amma biz bu məsələdə gərək bu işin mütəxəssislərdən müraciət edək. Məsələn, fiqhi məsələlərdə, halal-haram məsələlərində fəqihlərə müraciət etməliyik. Etiqadi məsələlərdə bu işin mütəxəssisi olan kəlam alimlərinə, əqaid üzrə mütəxəssislərə müraciət etmək lazımdır. Quran məsələsində də bu işin peşəkarları olan müfəssirlərə müraciət etməliyik ki, mən bu çıxışımda daha doğrusu iki mütəxəssisə müraciət edəcəyim. Bir Əllamə Məhəmməd Hüseyn Təbətəbainin Əl-Mizan təfsirinə, bir də ki, Nasir Məkarim Şirazinin nümunə təfsirinə ki, görək onlar bu məsələni necə izah ediblər. Əvvəlcə Maidə surəsinin 35-ci ayəsini oxuyaq. Ayədə buyurulur: "Yə əyyuhəllezina əmənu", ey iman gətirmiş kəslər, ittəqullah, bir, Allaha təqvalı olun, və bətəğu iləyhil vəsilə, ona doğru vəsilə axtarışında olun, və cəhidu fi səbilih, Allahın yolunda cihad edin. Niyə? Ləalləkum tuflihun. Bəlkə siz nicat tapmış olasınız. Əvvəlcə mən qeyd edim ki, bu məsələdə nə təqvalı olmaq məsələsinin üzərində duracağam, nə Allah yolunda cihadın üzərində duracağam. Sırf və bətəğu iləyhil vəsilə, Allaha tərəf vəsilə axtarın yerində duracağım. Əllamə Təbətəbai Əl-Mizanda qeyd edir ki, Rağib Müfrədat kitabında deyir ki, vəsilə sözü özünü bir şeyə çatdırmaq deməkdir. Amma bunu həvəslə və istəklə edirsən. Ona tərəf vəsilə axtarın. Yəni nə? Allaha doğru vəsilənin həqiqəti Allahın yoluna riayət etməkdir. Bu vəsilə sözü məna baxımından qurbət, yəni Allaha yaxınlaşmaq sözü ilə eyni mənaya gəlir. Məsələn, biz namazda da, orucda da, niyyətdə qurbətən ilallah, Allaha yaxınlaşmaq niyyətini edirik. Yəni, Əllamə deyir ki, elə vəsilə sözü də məhz Allaha yaxınlaşmağı ifadə edən qurbət sözü ilə eyni məna daşıyır. Çünki vəsilə bir növ çatmaqdır. Allah barəsində də ki, o məkandan və cisimdən uzaqdır, bu çatmaq mənəvi çatmaqdır. Bəndə ilə onun Rəbbi arasında birləşmə yaradan rabitəni tapmaqdır. Fikir verin, bu təvəssül ayəsi nə qədər dərindir. Bir sözlə, ayədəki vəsilə də elə bu rabitədir. Yəni, ayədən məqsəd təkcə dua deyil, insanın Allahla olan bəndəlik rabitəsinin möhkəmlənməsi və kamala çatmasıdır. Əzizlərim, nümunə təfsirindən oxuyaq. Vəsilə çox geniş məna daşıyır və uca Rəbbin dərgahına yaxınlaşmağa səbəb olan hər bir işi və hər şeyi əhatə edir. Əli əleyhissalam Nəhcül Bəlağədə buyurub. İndi baxaq görək, Həzrət Əli əleyhissalam Nəhcül Bəlağədə vəsilə sözünü necə açıqlayıb. Yəni, Allaha yaxınlaşmaq üçün ən yaxşı vəsilə Allaha və onun Peyğəmbərinə iman gətirmək, İslam dağının zirvəsi olan Allah yolunda cihad etmək, həmçinin tövhid fitrəti olan ixlas cümləsi, yəni la ilahə illallah, Allahdan başqa ibadətə layiq bir məbud yoxdur, həmin kəlməsi, İslamın əsası olan namazı iqamə bərpa etmək, vacib fərizə olan zəkat, günahdan və ilahi cəzalardan sipər olan Ramazan ayının orucu, yoxsulluğu və pərişanlığı uzaqlaşdıran, günahları yuyan həcc və ümrə, sərvəti artırıb ömrü uzadan silə-i rəhm, günahların kəfarəsi olan gizli infaqlar, pis və ani ölümləri uzaqlaşdıran aşkar infaqlar və insanı süqutdan xilas edən yaxşı işlərdir. İndi mən öz sözlərimi, fikrimi deyim. Həmin bu xütbədə Nəhcül Bəlağədə Həzrət Əli əleyhissalam salih əməllər vasitəsilə təvəssülü qeyd edib. Yəni, bu o deməkdir ki, qeyd etdiyim salih əməllər var idi ya, o vəsilə ilə insan Allaha doğru hərəkət edir, yaxınlaşır və Allahla öz bəndəliyini bir növ nizamlayır.
Quranda da var, səbr və namaz vasitəsilə neyin? Köməklik istəyin. Yəni namaz da, oruc da, bu qəbil işlər özləri də nədir? Vəsilədir, təvəssüldür ki, Allah dərgahına yaxınlaşaq. Həmçinin mənim əzizlərim, Allahın adları və sifətləri ilə də təvəssül var. Məsələn, Əraf surəsinin 180-ci ayəsində Allah göstəriş verib ki, Allahı Əsmaul Husna ilə çağırsınlar. Bu növ təvəssül də çox genişdir və Peyğəmbərin Əhl-i imamlarının sirəsində rast gəlinir. Mən bir videoda Allahın izni ilə irəlidə çəkəcəyəm ki, ümumiyyətlə belə sual verilir ki, Əhl-i imamları özləri təvəssül ediblərmi? Ediblərsə necə ediblər? Ona başqa toxunacağım. Məsələn, Cövşən Kəbir duasında özünüz görmüsünüz və ya bir çox dualarda var bu cür ifadələr. Allahümmə inni əsəlükə bismikə ya Allahu, ya Rahmanu, ya Rahim və s. Allahın adlarını çəkirsən və Allahı öz adları ilə, sifətləri ilə qeyd edirsən. Xallisna minən-nər ya Rabb. Bizi cəhənnəm odundan xilas elə, ey Rəbb. Və yaxud da ki, mənim əzizlərim, Quranı da vəsilə tutmaq olar. Eşitmişsiniz, Quran vasitəsi ilə Allaha təvəssül. Bəli, hədislərimizdə var ki, Quran belə şəfaət edəcək. Görürsünüz, məsələn, hardadır bu günləri ki, Quranın şəfaəti bizim ağlımıza gəlsin. Məsələn, hər Ramazan ayında belə təvəssül edilir. Özünüz də görmüşsünüz. Allahümmə inni əsəlükə bi kitabikəl munzəl. Allahım, səndən istəyirəm. Nəyin vasitəsilə? Nasil olunmuş kitabının vasitəsilə. Və mə fihi, və orada nə varsa, və fihi ismukəl əkbar, və həmin Quran kitabında, sənin kitabında sənin ən böyük adların var və əsmaukəl husna, və ən gözəl isimlərin var. Ən təcələni min utəqaikə minən-nar. Məni cəhənnəm odundan xilas edilmiş kəslərdən qərar ver. Bu mənim öz sözlərim idi. İndi keçək nümunə təfsirinə, təzədən oxuyaq. Həmçinin Quran-ı Kərimin açıq aydın ifadəsinə əsasən Allaha yaxınlaşmağa səbəb olan peyğəmbərlərin, imamların və Allahın salih bəndələrinin şəfaəti də təvəssülün geniş məfhumuna daxildir. Eləcə də peyğəmbərə və imama tabe olmaq, onların izi ilə addımlamaq da təvəssüldür. Ya, təvəssül təkcə dua deyil ki, peyğəmbərə tabe olmaq, itaət etmək, imamlara itaət etmək özü bir vəsilədir ki, sən imam və peyğəmbərlərə itaət edib Allaha yaxınlaşırsan. Çünki bütün bunlar uca Rəbbin müqəddəs dərgahına yaxınlaşmağa səbəb olur. Hətta Allahı peyğəmbərlərin, imamların və salihlərin məqamına and vermək ki, bu onlara olan məhəbbətin, onların məqamına və məktəbinə verilən dəyərin əlamətidir. Məhz bu geniş məfhumun bir hissəsidir. Yuxarıdakı ayəni bu məfhumların yalnız bəzilərinə aid edənlərin əslində bu məhdudlaşdırma üçün heç bir dəlilləri yoxdur. Sənə kim deyib, hansı dəlillə deyirsən ki, təvəssül deyilərkən ancaq Allahı, peyğəmbərin, imamların məqamına and vermək nəzərdə tutulur? Yox, bəli, o da var. O da təvəssülün bir hissəsidir. Amma təvəssül deyilərkən sırf məqama and vermək nəzərdə tutulmur. Burada öz sözümü oxumuram. Nümunə təfsirində oxuyuram. Unutmaq olmaz ki, məqsəd heç vaxt peyğəmbərin və ya imamın özündən müstəqil şəkildə nəsə tələb etmək deyil. Mənim sözüm deyil, ha. Elə bilərsiniz, mən özümdən demişim, yox, nümunə təfsirindən oxuyuram. Bəlkə məqsəd budur ki, insanlar salih əməllər, peyğəmbərə və imama tabe olmaq, onların şəfaəti vasitəsilə və ya Allahı onların məqamına və məktəbinə and verməklə ki, bu da onların mövqeyinə hörmət və ehtiramın bir növü və ibadət sayılır, Allahdan bir şey istəsinlər. Bu məna nə şirk qoxusu verir, nə Quranın digər ayələrinə ziddir, nə də yuxarıdakı ayənin ümumi mənasından kənardır. Burada diqqət etmək lazımdır. İndi Əl-Mizan təfsirinə yenidən qayıdaq. Təfsir-i Qummi kitabında ey iman gətirənlər, Allaha təqvalı olun və ona tərəf vəsilə axtarın ayəsinin izahında qeyd olunub ki, imam buyurub, yəni imamın vasitəsilə Allaha yaxınlaşın. Təvəssül budur, mənim əzizlərim, təvəssül ayrıdır, istiğası ayrıdır. Bəzən insanlar bunları qarışdırırlar. Bu barədə də ki, dəfələrlə danışmışam. Müəllif deyir, yəni imamın əmrinə tabe olmaqla Allaha yaxınlaşın. Bununla demək istəyir ki, vəsilənin ən açıq nümunələrindən biri imama tabe olmaqdır. Yoxsa təkcə imama tabe olmaq yeganə vəsilə deyil. Buna bənzər digər bir rəvayət də İbn Şəhraşıbdan nəql olunub. O da deyib ki, Əmir əl-Möminin Əli əleyhissalam həmin bu ayənin təfsirində buyurmuşdu, mən uca Allahın vəsiləsiyəm. Yəni nə? Yəni sən Həzrət Əli əleyhissalama tabe olmalısan, onun vilayətini qəbul etməlisən və bu yolla sən Allah dərgahına yaxınlaşmalısan ki, sənin bəndəliyin bir məna daşısın. Daha sonra Məcmuül Bəyan kitabında isə Peyğəmbərdən belə rəvayət olunub ki, Həzrət buyurub, mənim üçün uca Allahdan vəsilə istəyin, çünki vəsilə cənnətə bir dərəcədir ki, ora yalnız bir nəfər çata
çata bilər və ümid edirəm ki, o bir nəfər Allah bəndəsi mən olaram. Burada gördüyük ki, vəsilə nədir? Dərəcədir. Daha sonra nümunə təfsirində Quran və təvəssül mövzusuna toxunulub. Quranın digər ayələrindən də açıq-aydın görünür ki, salih bir insanın məqamını Allah dərgahında vəsilə təyin etmək və onun xatirinə Allahdan bir şey diləmək heç bir şəkildə qadağan deyil və tövhidə zidd deyil. Bir daha qeyd edim ki, təvəssül peyğəmbərə edilmir, Allaha edilir. Yəni mən peyğəmbərə təvəssül edirəm sözü yanlış sözdür. Təvəssül Allaha edilir. Yəni Allaha Həzrəti Peyğəmbər vəsilə qərar verilir və yaxud da ki, Əhl-i-Beyt imamları və s. Qeyd edilib ki, burada bir neçə məqama toxunmaq lazımdır. Necə ki, dediyi təvəssüldən məqsəd kimsənin hacətini birbaşa Peyğəmbərdən və ya imamlardan istəməsi deyil. Bəlkə məqsəd onun Allah dərgahındakı məqamına təvəssül etməkdir. Bu isə əslində Allaha yönəlməkdir. Çünki Peyğəmbərə ehtiram göstərilməsi də onun Allahın elçisi olması və onun yolunda addımlanması səbəbiylədir. Biz təəccüb edirik ki, bəziləri bu cür təvəssülü bir növ şirk hesab edirlər. Halbuki şirk Allahın sifətlərində və əməllərində ona şərik qoşmaqdır. Daha sonra nümunə təfsirində qeyd edilib ki, bəziləri də israr edirlər ki, Peyğəmbərdən dua istəmək ilə Allahı onun məqamına and vermək arasında fərq qoysunlar. Dua istəməyi caiz, digərini isə qadağan hesab etsinlər. Halbuki bu ikisi arasında heç bir məntiq yoxdur. Yəni bizim qeyd etdiyimiz kimi sən Peyğəmbərdən dua da istəyə bilərsən, daha sonra Allahı Həzrət Peyğəmbərin mövqeyinə and da verə bilərsən. Bu da